bugün şükür Allaha, Rüfət, maşallah Rüfətlə danışanda dedi, dostlarımıza deyəcək, dedim, Rüfət, sən biraz bu məsələlərdə ürəklisən. Mən kiməsə zəng gelib pul istəmək biraz, məndə bir dənə çıxır. Nə danışsan, 2 dəqiqənin içində dostlara zəng eləyən kim, hamısı maşallah olsun, Allah razı olsun. Neynəmək lazım? Bir sağda. Sən onu bir şey Gəl dostlardan sizə bir sağda. Mən dedim, axşam iftardaydı. Elə yaxşı gəl burada. Ben akşam iftardaydı, üzümü tuttum bizim Turala, bir de Emre. Dedim böyle bir, sen neyləmək lazımdı onu dinle, uzadırsan. Gördüm mən də bir tər tökə ama Allah razı olsun, həqiqətən də Allah sizi var eləsin əziz qardaşlarım, həqiqətən də bacılarımızın yanında olmağımız, həqiqətən də bu həmrəyliyi eləməyimiz və bunu davamlı eləməyimiz, inşallah Allah bizlərə nəsib eləsin, imkanlar versin. Uzun çox danışmaq istəmirəm. Bacım, xoş gəlmişsən. Sənin səsin bizi o qədər doğrudan təsirləndirdi, Rüfət müəllim də atdı. Qardaşların yanındadır Allahın izni ilə. Heç çətinlik haqqında düşünmə. İnşallah ki, Allah nəsib eləsin ki, həqiqətən də biz başa düşürük ki, ailədə qadın xoşbəxt deyilsə, deməli, heç bir ailə üzrə xoşbəxt deyil və cəmiyyətdəki xanımlarımız xoşbəxt deyillərsə, deməli, cəmiyyət xoşbəxt olmayacaq. İndi biz də Allahın izni ilə də balaca başlayacaq.